görürəm ki, məsləhət istədiyi maşınların arasında köhnə Alman, İngilis maşını da var. Hansı ki, vaxtı ilə o maşının 150-200 min, 250 min qiyməti olub. İndi qiyməti düşüb aşağı 50-60 minə, 80 minə və s. 100 minə. Bax, o tələdir. O tələdir. O konkret tələdir. Bizdə o Range Rover, Mercedes GL. GL yaxud da ki, o Range Rover'in bir xəstəsi var da adamlar ki, mən Range Rover istəyirəm də. O gedir, gözləyir, Range Rover düşür 20 minə və nə vaxtlarsa Range Rover'in həmən o modelin aktual vaxtı olub, o adam onu istəyib, xoşu gəlib, 20 minə düşəndən sonra gedir, alır onu və o tələdir. Çünki o maşın özünün aktual dövründən indiyə kimi bəlkə bir 4 dənə, 5 dənə əl dəyişib. Birinci alan adam onu servisdə gedib qulluq etdirib təbii ki. İkinci qismən edib, yaxud etməyib. Üçüncü ümumiyyətlə orada burada. Dördüncü ümumiyyətlə heç nə etməyib. Beşinci də bu yazığa gəlib çıxıb. Yox, bu altıncıdır. Bu altıncıdır. Beşinci bezib satıb. Beşinci bezib bunlardan. Ay sağ ol. Heç dəyər dəyməzinə verib, bu da alıb və bütün təsəvvür edək ki, onun hər bir problemi bunun üçün paket olaraq açılacaq. Yəni maşını yığmaq istəsə, aldığı qiymətdən çox pul qoymalıdır. 2 qat pul qoyacaq da üstünə. Yəni bu belədir. Yəni ona görə onlar tələdir. O GL-dir, köhnə modellər, Range Rover-dir, nə bilim, X5-dir bəlkə də. Keçən dəfə görürəm, bir Maserati var, Quattroporte. Qiymət yadımda deyil, çox ucuz qiymət idi də. Bir nəfər yoldaş atdı ki, bunu bəlkə adam alasan. Keramik tormozlardır. Elə belə sadəcə o dayaq diski tormozları sayırsan 10 min gəlir çıxır.